Və o nəzər edin, mən ondan bu ilə danışdım. Və bilirsiniz ki, niyə buradadır ki, ona bir çətin zamana çatan onlardı. Və istəyirik ki, sabah yox, bəli tez bu qədəsək ki, Andy Robertson, onun gələcəyi üçün Andy Robertsonu burada ki, bu zamanda, bu pəncərədə istəyir bu geçsin. Robert sabahları, sabah axşam komandanda olacaqdı, heyətdə olacaqdı. Biz söyünürük, maraqlıdır ki, o var ki, və söyünürük ki, bu vardı. Və bizə çox yaxşıdır ki, tamam oyuncularımız hazır olarlar. Bu timlər qönəcədir. Bəs bu pəncərədə o qalır burada. Bu çətindir ki, bunu demək olar. Bəli, mən belə intizarım var ki, bu. Bir tərəfdə siz eləyə bilərsiniz ki, Champions League-də bu 16 timin arasında Marseille ilə Real Madrid ilə siz evdən eşiklə oynamısınız burada. İndi gərək bu mövsümdə siz nə gərək ələ gətirəsiniz? Bu ligdə biz hardayıq. Bu eşikdən gələn səsləri yatırmaq rahat olmayacaq ki, bu səslələr yenə gəlirlər sözü. Və biz çoxlu oyunlarda uduzduq, məğlub olunduq. Və biz ki, daha indi ligi aparmağa bir sualınız nə idi? Mənə üçün bu çox sadədir ki, biz çox yaxşı timiq, komandanıq. Boynumuzla da oynayanda biz çox yaxşı pozisyonlarımız var idi ki, və bu şanslarımız var idi, gərək klinik olaq və onu qurtaraq. O birisi baksda 3 dəfə, 4 dəfə çatdılar baksa. O zaman ki, onlar yetişdilər ora. Şanslar var ki, gol vursunlar. Bu indi burada balans vardı ki, biz gərək iki baksılarda, ikisində də gərək yaxşılar olaq, yaxşı oynayaq. Bu olmaz ki, biz gərək fəqət bir baksıda biz gərək çoxlu səslər olacaqdır. Siz baxdınız ki, siz Şampiyonlar Liqdə 4-cüsünüz, Premier Liqdə 6-cısınız. Bu mövsümdə sizin oyunlarınız necə olubdur? 4-dən 6 bir-birlərinə çox yaxındırlar. Avropada 4 Champions League-də biz 4-cüyük. Və budur ki, bizim hədəfimiz budur ki, əvvəl 8 timin içində olaq, 4-cü Champions League-də olmaq, 5 ya 6-cı Premier League-də olmaz. Bizim buradadır ki, bu çətinliyi buradadır ki, ikisində də gərək biz ikisində də olaq Champions League-də. Biz Champions League-də ki, bunların bəzində məğlub olmuşuq. Çox zaman ki, gərək klinikal olaq və bizə qolları vuraq. Başacan, axıracan gərək vuruşaq. Biz
bizim oyuncularımız gərək bu oyuncular o dəqiqələr ki, biz nəzərdə tuturuq bunları oynasınlar. Bu olur ki, bəzi oyunlarda bəziləri 85 dəqiqədə Bournemouth'da neçə oyuncu vardı ki, bu axırlarda bunlar çox yorulmuşdular. Mən bunları tezdə əvəzlədim ki, mən elə bilmədim ki, Qarabağın məqsədimin 11-dən oyuncunu əvəzləyəm. Bu fitnessdə bu ki, yaralı oyuncular var ki, bunlar qeyd edirlər. Biz az sizin oyuncularınızdan vardılar hazırdakı oynama. Bu nayrançılıq olmaq olar, amma bu müşkil, bu problemdir. Bu yenə hüquq edə bilərdi ki, o oyunda oynasın, amma 2 həftə idi ki, bu yaralı idi, zədəli idi və oynayamadı. Nömrə 9 var idi. Bu mən öncələr onun zamanlar ki, oynaya bilir dəqiqələrin və inki orada mən 90 dəqiqə verəm. Siz gördünüz ki, o yorulmuşdu və mən onu çıxartdım, o oyundan çıxartdım. Mən onlara ehtiramım vardı. Həmin oyuncular da ki, gərək hər zamanda oynasın, hər oyunda oynasınlar və bu çətindir. Biz bunu bizdən intiqad olunur ki, niyə çoxlu ki, sizi əgər siz bunu və bu ki, bunlar biz çox oynayanda, çoxlu oyunda oynayanda bunlar zədələnirlər. Bu sirkamistanda ki, bizim varıq. Bu çoxlu bizim zədəli varımız ki. Bu oyuncu, mən intizarım budur ki, bu tezlikdən qayıtsın. Elə ona sual, riski vardı zədəlicə bu ki, balans burada yaratmaq üçün ki, siz baş məşqçi bunları siz çox oynasılar bu mümkündür. Hamstringləri yaradır. Bu çox çətindir bəli. Xüsusilə ki, bizim çoxlu zədəlimiz vardı. Alexander Isaki və əgər indi mən gərək bunu yol tapan bir sistemlə oyuncular ki, pozisyonlarını bunların əvəzini mən bu indiki ayrı oyuncu edə bilirəm, gətirəm ki, bu müdafiəçilər üçün bu ki, sağ ya sol müdafiəçilər belə getməklər. Mən bunları bilirəm, burada problemləri bilirəm ki, bunlar nə mənədirlər. Və o ki, bu mövsümdə oldu, budur ki, əgər onu iki oyun bir-biri dalsızdan oynasa, yenə zədələnəcək və yenə neçə həftə bu daha edə biləcək oynamağa elməyəcək ki, oynasın. Mən qulaq asıram sözlərə, amma bu ki, özüm burada təsmin tutan mən özüməm. Bu ki, tez çıxardım. Sən görürsən ki, Frimpong yorulubdu və bu ki, onu görə mən özünə çıxardım. Mən oyuncularla danışıram və bilirəm ki, onlar 90 dəqiqədə oynaya bilirlər, oynaya bilməzlər. Bunların hamısını gərək nəzərdə tutmaq. Sonra bu əvəz etməkləri oyuncuların yerlərini dəyişməyə vəziyyəti.
Mən bilirəm ki, bunlar bu tamam məlumat bu gərək ki intiqad olunan bazı zamanlar mən bu təslimləri tuturam ki və intizarım yoxdur ki bu dökülüşəm. Kind of following on from that, obviously you explained the nature of the injury situation you had to deal with this. Siz indi burada bizə dediniz ki, yaralılar, bunlar ki, zədəli olublar, bunları da danışdınız. Bu mövsümün axırlarında bunlar çoxlu oyunlar oynayırlar. Bu ki, siz fikirləsə ayında mövsümlərdə bu ki, oyuncuları ayrı oyuncudur. Əgər biz bunu nəzərdə tutaq, məncə eləyə bilirik bunu əvəz edək, dəyişək bilirik bunu və o oyuncular ki, bizim varımızdılar, hazırdılar. Keçən mövsümə görə bizim 2 dənə oyuncumuz azdır və biraz zədəlilərimiz ki, uzun zaman bunlar yaralı olublar. Bu iki biz keçən mövsümdə biz Premier Ligdə biz qalib olduq, şampiyon olduq. Və bu Paris Saint-Germain'də biz eləyə bildik ki, oradan çıxdıq. Məğlub olunub və çıxdıq. Arsenalda bu cür sizin nə qədər çoxlu komandanız olsa, heyətiniz olsa, bunu eləyə bilərsiniz ki, çoxlu. Sizin 10-dan 15 dənə oyuncunuz olanda bu balansda bax çox rahat dəyəcək. İndi bu iki bu qədər bizim zədəlimiz var. Bu işləri çətin edib. Bu iki bir baxsa nədir? Bu cavabı bir sözdür. Mən ümidim bu idi ki, bunu məndən soruşmasınlar, bu sualı mənə verməsinlər. Biz hər müsabiqədəki varıq, hər rəqabətdəki varıq, istəyirik ki, bunları utaq. Premier Ligi bir dənə biz şampiyon olduq. Mənim nəzərimə. İşlə ki, dünyanın onların nəzərlərim var, mənim özümdə nəzərlərim var. Adamların yadlarına çıxardılar ki, biz neçə milyon xərc etdik, o oyuncular ki, getdik, oyuncular ki, aldıq. Amma bunu istəmirəm ki, burada deyəm, iştiraka qoyam. Qarabağ Avropada mesela çoxlu timlərlə oynayıblar və onların bunlar çox güclü və oyuncuları vardı ki, onlar ki, topla rahatlıqla elə belə geçsinlər. Və onlar bu mövsüm göstərdilər. Böyük klublarda, çəmsillikdə çox yaxşı bir timdirlər və Chelsea ilə də bunlar 2-2-yə oldular. Və bizdən ki, onlar bunların şansları olublar ki, bunlar olublar da ki, biz onlardan birini biz çoxlu güclü timlərlə, komandalarla burada oynadıq. Çünki biz Avropada çoxlu güclü timlərlə oynadıq.
Bizimce bu müdafiəçilərimizdən zədəli vardı. İndi sabahları eləyə biləcək ki, bu oyuncular ki, müdafiə oynayırdılar ordusuna. Bu maraqlıdır. Çünki çox zamandır ki, bu oyuncu Bournemouth'la oynayanda 3 gündən sonra yine başqa bir oyunlar vardı. Odur ki, dedim biləcək. Mən bu komandanda təsminlərimi tutanda ki bu orada müdafiəçi sabahları sabahlar Virgil olacaq. Yarışçı onun sinində bir başqa 90 dəqiqə bunu oynamaz. Bunu deyə bilmərik ki, bu mən deyim ki, nə mən qəbul edə bilirəm ki, 2 boksda da istəyirik ki, bu mövsümdə bir cayza bir şey aparmış olaq. Bugün bu Ongari məzarlı oyuncularından siz getdiniz eşiyə. Bu nə üçün oldu? Bu getdiniz ki, bunları məsələn ki, müdafiəçi və həmçinin yarışçı oynasınlar. Bunun illəti vardı ki, nə burası? Mən bunu mən səndən soruşum. Bunların ikiden azı biraz danışdıq Qarabağın taktiklərində və istəyirik ki, sabah nə edəyək, gələn gündə nə edəyək. Və bu Qarabağ bizə nə çətinliklər yarada bilərlər. Sizcədən sabahları sağ müdafiəçi üçün oynasın. Mən onu təmin pozisyonlarda istəyirəm ki, oynasın. Jeremy Frimpong orada vardı. Mo Salah da varımızdı. Sağda oynamaq üçün. Sağ wingdə bizim vəcə. Jeremy burada oynayacaq. Don Curtis. 3 dənə bizim ola bilər ki, bunlardan kim sağ müdafiəçi oynasın. Sağ olun.